öyrənə. Yəni biri oxu yayını kəşf eləyib, biri oxu necə ki avtomobili biri kəşf eləyib şüşəsilə, biri ki... Yəni biz əsrlər boyu insan olaraq bax bu cür bir inkişaf yolu keçmişik və sənin də, mənim də borcumuz məhz bax bu inkişafa fayda verməkdir. Vəssalam, bir nömrəli işimiz budur. Bu inkişafa, bu insanlığa bir şey töhfə vermək. O töhfə isə sənin ideyan olmalıdır, sənə aid olmalıdır, yəni təkrarsız olmalıdır. Bu sənin əsərin olmalıdır. Bir rəsm də ola bilər, bir şəkil də ola bilər, bir memarlıq abidəsi. Yəni bunun sənin ideyan, sənin şuurun təcəssümü olmalıdır. Və bu sənin əsrlər boyu yaşamağın və bu da sənin həyatda bu insanlığa, bu sosiallaşmaya qoyub gedəcəyin ən əsas, önəmli bir şeydir. Onda sən həyatı anlamlı yaşamış olursan, mənalı yaşamış olursan, insanlığa, yaşama xidmət eləmiş olursan, bəzən bir cümlə sözünlə belə tarixə düşə bilirsən. Bu qədər bəsit, əbədi yaşam deyə bir şey yoxdur. Amma var, bəli. Nizami Gəncəvi əsrlərdir yaşayır. Aristotel əsrlərdir yaşayır. Var, Həzrət Əli əsrlərdir yaşayır. Kəlamları ilə, sözləri ilə, fikirləri ilə, şeiri ilə, yaradıcılığı ilə, kəşfi ilə, Pifagor, nə bilim, Aristotel yaşayır bunlar əbədi. Bəli, onlar ölmür. Necə ölmür? Fiziki olaraq ölür. Amma insan olaraq ölmür. Onlar insan olaraq yaşayırlar. Şuurun təcəssümü ilə. Amma təkrarçı beynin bu təcəssümü ilə yaşayanlar gəmiləri ilə, villaları ilə, imarətləri ilə elə öldüyü gündə unudulacaqlar. Özdə onlar elə öz doğmaları tərəfindən xəyanətə məruz qalacaqlar. Amma sənin, mənim yazdığım bir misra, dediyim bir kəlam və yaxud gördüyüm bir iş, faydalı bir iş, sənin özünkülər yox, yaddar tərəfindən seviləcək. Anlam budur. Həyatın anlamı, mənası budur, əzizlərim. Özündən sonra sənə məxsus olan, şuurun təcəssümü olan, idrakın bəhrəsi olan insanlığa töhfə vermədən yaşayıb ölmüsənsə, gecən xeyrə qalsın, suyunu zəka qardaşım. Sən bu həyatı yaşadın. Var olun, diqqətinizə görə minnətdaram.